Axşamınız xeyir uşaqlar, necəsiz? Bugünkü videomuz Unit 19 Listening haqqında olacaq. Arada bir başqanın səsi gələ bilər, üzrlü hesab edin. Maksimum çalışacağım ki, mənim səsim bastırsın digər səsləri. Deməli, listeningdə ilk öncə biz testlərlə tanış oluruq ki, bilək ki, söhbət nədən gedir. Mən hər yerdə Eiffel Tower görürəm. Deməli, söhbət Eiffel Tower'dan gedəcək. Burada məndən nə istəyir? Xüsusi spesifik olaraq dizaynerini istəyir. Buna diqqət edəcəm. Was originated as a temporary structure. Eiffel Tower'ın nə üçün qurulduğunu, tikildiyini soruşacaqdır. İlinə diqqət etməliyəm, yenə dizaynerə diqqət etməliyəm, materialına diqqət etməliyəm. Əslində bu bilirik də, bu taxta deyil, dəmirdir. O, heç dinləməyə ehtiyac yoxdur. Eiffel Tower'ın ən yuxarıdakı nöqtəsindən biz River Seine çayını və The Arc de Triomphe Zəfər dağını görə bilirikmi? Okey, gedək dinləyək. Biz mətni dinlədik. Mən varsayıram ki, siz də dinləmisiniz. Artıq biri ən sona saxlayırıq ki, bizim üçün heç vaxt itirməyək. Dizayner kim idi? Gustav Eiffel idi. The Eiffel Tower was originally built as a temporary structure for the World's Fair demişdi. Dünya sərgisi üçün bu müvəqqəti olaraq quraşdırılıbmış. 1889-da tikilib, bəli, 1889 dedi. Bəli, dizayner Gustav Eiffel'dir. Onun adına da adlandırılıb, şərəfinə adlandırılıb. Iron dedi, düz bilmişik, false-dur bu. Yenidən burada uşaqlar mən deyəcəm ki, bu not given-dır. Çünki mətndə bizə dedi ki, bu ən yuxarısından River Seine görünür. Ancaq Arc de Triomphe adını çəkmədi. Mən bilmirəm, axı görünür ya görünmür. Hardan bilə bilərəm? Ona görə o not given olması daha məntiqlidir. Sadəcə indi bu kitabda bu cür, yəni bildim də imtahan strukturu A-B'dir deyə mən məcbur burada B-ni götürəcəm. Amma kaş belə şeylər verməsin ki, nə siz, nə mən çaşmayaq. What's the passage mainly about? Ümumi mətnimiz nə haqqındaydı? Burada elə bir variant seçirik ki, bunu heç dinləməyən adam bilməlidir. A famous landmark, məşhur bir landmark. Bəli, bu ola bilər. How to climb yox, necə dırmaşmaq barədə demir. Interesting facts about the Eiffel Tower. Bəli. Famous landmarks around the world. Yox, sadəcə Eiffeldən danışır. Parisin tarixi haqqında heç nə demir biz. Uşaqlar, baxın, bu biraz burada qarışıqlıq qalacaq. Mən qarışıqlıqda qaldım, sizi bilmirəm. Həm məşhur bir landmark haqqında danışır. Landmark nədir? Hər hansı bir yerə, əraziyə məxsus, xüsusi tikili və yaxud da oranın simvoluna çevrilmiş nəsə bir şey. Məsələn, Qız Qalası landmarkdır. Heydər Əliyev mərkəzi landmarkdır. Eləcə də Eiffel və yaxud da olsun Big Ben. Bunlar hamısı landmark sayılır. Eiffel Tower'ın harda yerləşdiyini dedimi? Dedi. Dizayner dedimi? Dedi. Nə üçün tikildiyini, ilini, nəyini. Ümumilikdə famous landmark haqqında danışdı da. Daha, yəni bu ilə interesting facts about the Eiffel Tower. Tamam, orada bizə deyir ki, let's look at the interesting facts about the Eiffel Tower. Ən düzgün variant budur. Bunu götürdüm. Lap mətndə də adını çəkdiyi üçün. Onun haqqında xüsusi şeylər dedi. Amma axı onun hər şeyi haqqında da danışdı. Yəni yerləşdiyi yer, dizayneri, nə üçün tikilməsi, nə vaxt tikilməsi, nədən tikilməsi. Elə bu niyə Y variantı olmasın ki, deyərdim. Hələ də deyirəm, amma ən doğru variant olaraq sırf tekstdə də adını çəkdiyi üçün C variantını götürəcəm.